Yəhyanın nəql etdiyi müjdə 15-ci fəsil 16-cı ayə. İsa Məsih belə deyir. Siz məni seçmədiniz. Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə mənim adımla Atadan nə diləyərsinizsə, o sizə verəcək. Yəhyanın nəql etdiyi müjdə 10-cu fəsil 10-cu ayə. İsa Məsih belə deyir. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mən isə gəldim ki, onlar həyata, bol həyata malik olsun. Yəhyanın nəql etdiyi müjdə 10-cu fəsil 7-ci ayə. İsa yenə onlara dedi. Doğrusunu sizə deyirəm. Qoyunların qapısı mənəm. Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi. Amma qoyunlar onlara qulaq asmadı. Qapı mənəm. Kim məndən girərsə, xilas olar. Girib çıxar və özünə otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mən isə gəldim ki, onlar həyata, bol həyata malik olsun. Zəbur kitabı 35-ci məzmur 8-ci ayə. Dadın, görün Rəbb nə qədər şirindir, nə bəxtiyardır ona pənah gətirənlər. Amin.